Salam dəyərli şagirdlərim, 9-cu, 10-cu və 11-ci sinif şagirdləri. Bizim bugün sizinlə işləyəcəyimiz mövzu sentence structure mövzusudur. Qaydanın adında burada qeyd olunubdur. Baxa bilərik. Deməli, qaydamız adlanır sentence structure, yəni cümlə quruluşu. Testlər işləyən zaman şagirdlərdə cümlə quruluşu ilə bağlı bir sıra problemlər yarandığına görə bugün sadəcə olaraq nəqli cümlə üzərində işləyəcəyik sizinlə və burada lazım qeydlərimizi aparacaq. Ardınca isə birinci hissə testindən həmin testlərin izahlarına sizinlə birlikdə baxacaq. Deməli, cümlə nəyə deyilir? Azərbaycan dilində də belədir. Cümlə bitmiş bir fikir ifadə edir və cümlənin məqsəd intonasiyasına görə 4 növü var. 1. Deklarativ sentez, nəqli cümlə. 2. İnterrogativ sentez, sual cümləsi. 3. İmperativ sentez, əmr cümləsi. 4. Nida cümləsi, yəni exclamatory. Exclamatory sentence adlanan nida cümləsi. Nəqli cümlədə, nəqli cümlə nə bildirir ümumiyyətlə? Xəbər, məlumat xarakterli cümlədir. Nəqli cümlədə cümlə quruluşu belədir. S, V, O, P, T. Yəni, cümlənin birinci mübtədası gələcək, ardınca feili gələcək, o feildən sonra tamamlıq gələcək, qırıq-qırıq xətləyirik, çünki işarəsi belədir. Sonra preposition sözünün hər hansı bir cümləsi olunmur. Qoşulduğu sözlə birlikdə cümlənin müəyyən bir üzvü ola bilər və ən sonda isə cümlənin gələcək time, yəni zamanı. Ən sonunda isə işlənəcək zaman zərfi. Və nəqli cümlənin iki forması mövcuddur. 1. Təsdiq forma, 2. İnkar forma. Təsdiqdə and bağlayıcı işlənəcək. Mənasını bilirik conjunction mövzusundan və deməkdir. Eyni zamanda təsdiq cümlədə also, as well və to da işlənir. To və as well təsdiq cümlənin sonunda işlənəcək. Also isə mübtəda ilə xəbərin arasında işlənir. I have got a computer. Bir kompüterim var. There is a book and a pen. A book and a pen in the back. Çantada bir kitab və bir qələm var. Və sonuncu. I am also... I like to play football too. Mən də futbol oynamağı sevirəm. I am also from Azərbaycan. Mən də Azərbaycandanam cümləsində burada to be feilindən sonra also işlənə bilərsiniz. Hərəkət feili olmasın. Və inkar cümləni düzəltmək üçün bəs nələrdən istifadə edəcək? İnkar cümləni düzəltmək üçün no, not və neither sözlərindən istifadə olunur. Mənaları da ki, nə, nə də mənası. Neither, nə də, yox, deyil mənalarını verə bilir. İnkar cümlədə and bağlayıcısının əvəzinə işlənəcək or bağlayıcısı. Or, ya da yoxsa mənalarını verir. There is no book or pen on the table. Masada nə kitab, nə də qələm yoxdur. Cümləsində burada gördüyünüz kimi no inkar bağlayıcısı istifadə olmuşdur. No inkar bağlayıcısıdır. Ancaq not isə inkar ədatından fərqlidir. Ədatından fərqlidir. Yəni not inkar ədatıdır. No-nu notdan fərqləndirən əlamətlərə baxaq. No-dan sonra istənilən isim gəlir. No-dan sonra sayılan tək isim gələrsə, no ilə isim arasında yəni artikılı işlənməz. Notdan sonra istənilən isim gəlir. Notdan sonra sayılan tək isim gələrsə, not ilə isim arasında yəni artikılı işlənər. Buna diqqət edəcək bir qədər. Aha, davam edək. No book, no book. No book, no books, no money. Not a book, not books, not flowers. Neither bağlayıcısında da neither'dan sonra sayılan tək isim gələrsə, neither'dan sonra en artikılı işlənir. İsimlərin qarşısında en artikılı işlənir. Əgər həmin isimlər sayılabilən təkdə olarsa.
Eyni zamanda inkar cümlədə either or ya ya da bağlaçısı işlənir. I don't have either or either car and or computer. Mənim ya maşınım ya da kompüterim olmayıb, yoxdur deməkdir. Burada gördüyümüz kimi either'dir, neither'dir. Bunlar salibdən tək isim gələrsə mütləq en artıqlı işlənir. Baxın, I don't have either a car or a computer. İnkar cümlənin sonunda isə either dadə həmçinin əddat işlənir. I don't like to play football. Mən də futbol oynamağı xoşlamıram. Mən də həmçinin futbol oynamağı xoşlamıram cümləsi. Bununla da biz sizinlə neynədik? Gördüyünüz kimi negativ sentences association deyə inkar cümlələrini bir qədər araşdırdıq, baxdıq, necə işlənir. İndi yerdə qandı kəsrələrin test əsasında baxacaq və bir şeyi unutmuruq ki, əziz yoldaşlar, deməli, notdan sonra ikinci bir inkar gələ bilməz. Not gəlsin, no olmaz. Notdan sonra gələ bilər nə? Some'un törəmələri. Something, notdan sonra deməli, belə deyək ki, some və some'un törəmələri gələ bilməz. Notdan sonra işlənir nələr? Not da gəlsin any və any'nin törəmələri. Anything, anybody, anywhere və s. Və bir şey də qeyd ediləcək. Notdan sonra no, notdan sonra məsələn never ola bilməz. Çünki hər ikisi də bunlar inkar sözləridir ki, biz adi cümlədə yenə dedim ki, inkar ola bilməz. Belə, bu qaydamız, qayda ilə bağlı lazım hissələri sizə çatdırdım.